Salam, hörmətli tələbələr. Bugün 7 dekabr tarixində magistratura.az tədris mərkəzində keçirilmiş sınav imtahanının fransız dili bölməsinin izahını təqdim edəcəyim. İlk 5 sualımız dinləmə mətninə aid olduğu üçün gəlin dinləməyə qulaq asın. Ah non, on part 3 semaines à New York. Il faut changer un peu. Mais les hôtels sont très chers là-bas. On ne va pas à l'hôtel, on va chez des Américains. Vous les connaissez bien? On ne les connaît pas du tout. Ils viennent habiter dans notre maison et nous prenons leur appartement. Ça, c'est une excellente idée. Et qu'est-ce qu'il faut faire pour ça? Il faut avoir une jolie maison ou un bel appartement et il faut une adresse sur Internet. Tu as des photos de l'appartement? Oui, je les ai ici. Regarde. Il est grand, confortable et dans un immeuble très moderne. Il n'est pas trop sombre? Pas du tout. Il est très clair. C'est au dernier étage. Il n'est pas trop bruyant? Si, un peu. Il est au centre-ville. Ça m'intéresse. Comment il faut faire pour avoir des informations? Il faut écrire? Il faut téléphoner? Bu dinləmə mətnində əsas mövzu deməli tətilin harda keçirilməsi ilə bağlıdır. Qız soruşur ki, iyulda dənizə gedəcəksən. Oğlan isə cavab verir ki, xeyr, 3 həftəlik New York'a getmək istəyirəm, dəyişiklik etmək üçün. Bəs axı orada otellər bahadır. Mən otelə getməyəcəm, Amerikanların evində qalacam. Desən, onları yaxşı tanıyırsan. Onları yaxşı tanımıram, amma onlar bizim evdə yaşayır və mən də onların evində qalmaq istəyirəm. Yəni, mövzu daha çox evin mübadiləsindən bağlıdır tətil üçün. İlk sualımızda dialoqun əsas mövzusu nə idi? Deməli, cavabımız olacaq B variantı, l'échange de maison pour les vacances, tətil üçün ev mübadiləsi. İkinci sualımızda nə üçün insanlar, buradakı personajlar otelə getmirlər? Cavab C variantı, çünki otellər baha idi. Üçüncü sualımızda isə ev mübadiləsi etmək üçün nə etmək lazımdır? Bunun üçün evin olması və internetdə ünvanının olması vacibdir, yəni cavab D variantı. Dördüncü sualda isə New Yorkdakı mənzilin vəziyyəti necədir? Cavab C variantı, biraz səs-küylüdür. Beşinci sualda isə dialoqda düzgün cavabın seçməsi tələb olunur. Cavab C variantı. Mənzil işıqlı idi, çünki o sonuncu mərtəbədədir. Növbəti suallarımız, yəni 6 və 10-a qədər olan hissə mətnə aid olduğu üçün gəlin mətnin nədən bəhs olunması haqqında məlumat verək. Mətn Le Tourisme Durable adlanır. Le Tourisme Durable dayanıqlı, davamlı turizm deməkdir. Bu anlayış təbiəti qoruyan, yerli mədəniyyətə hörmət edən və gələcək nəsillərə zərər vermədən aparılan turizm ifadə edir. Mətndə də göründüyü kimi, yəni turizmin artması ilə əlaqədar insanların təbiətə vurduğu zərərdən və yaxud da bəzi şəhərlərdə əhalinin sayının sürətlə artmasından bu kimi negativ hadisələrdən bəhs olunur və misal üçün bunun qarşısının alınması üçün hətta Fransanın bəzi regionlarında otellərdə artıq su sərfiyyatı ilə bağlı sistemlərin qəbul edilməsi, günəş panolarının istifadəsi və yaxud da yerli fermalardan gətirilmiş ərzaqların təklif edilməsi göstərilir. Mətnin bu hissələrində də göründüyü kimi, burada səyahətçilərə daha çox yerli məhsullar təklif olunur, yəni əllə hazırlanmış məhsullar. Bu isə həmin ölkənin adət-ənənəsini qoruyub saxlamağa imkan yaradır. Deməli, nəhayət sonda isə voyager de manière durable ne signifie pas renoncer au confort. Yəni, dayanıqlı turizm bu heç də rahatçılıqdan imtina etmək mənasını vermir. Əksinə, turistlərin çoxu bu növ səyahət vasitəsilə daha orijinal bir təcrübə qazanmış olurlar. 6-cı sualda, yəni 6.1 hissəsində le tourisme durable cherche à réduire les impacts négatifs sur la nature.
Bu hissədə qeyd olunur ki, dayanıqlı turizm, davamlı turizm təbiətə neqativ təsirlərin azaldılması üçün vasitələr axtarır. Deməli, cavabımız düzdür, variant A. 6.2-də isə les touristes sont encouragés à utiliser uniquement la voiture. Yəni, burada göstərilir ki, turistlərə təklif olunur ki, yalnız avtomobillərdən istifadə etsinlər, yəni şəxsi maşınlarından istifadə eləsinlər. Mətndə isə orada daha çox ictimai nəqliyyat vasitələrindən istifadə təklif olunurdu. Deməli, cavabımız burada səhvdir, B variantı. 6.3 Le tourisme durable soutient les artisans locaux. Artisan locaux, yəni yerli məhsullar, əllə yaradılmış məhsullar təklif eləyir, daha çox onu dəstəkləyir. Bu cavabımız da düzdür. Deməli, variant A. 6.4 cavabında variantında isə voyager durable signifie vraiment c'est totalement au confort. Tamamilə deməli bu tip turizm növü rahatçılıqdan tamamilə imtina mənasını bildirir. Biz də yuxarıda qeyd etdiyimiz kimi bu heç də imtina etmək demək deyil. Deməli, cavabımız B variantı səhvdir. 7-ci sualda pourquoi les organisations internationales encouragent le tourisme durable? Nə üçün deyil, yerli təşkilatlar bu növ turizmi dəstəkləyirlər? Çünki cavab burada 7-də B variantıdır. Pour réduire l'impact négatif du tourisme. Turizmin deməli, negativ təsirlərini azaltmaq üçün. 8-ci sualımızda quel exemple de pratique durable est mentionné? Yəni, burada dayanıqlı praktikadan, dayanıqlı davranışdan hansı nümunə qeyd olunmuşdur? Burada variantımız C variantı. Orada da göstərildiyi kimi Fransanın bəzi regionlarında su sərfiyyatından bağlı otellərdə təklif olunmuşdur ki, su sərfiyyatı sistemindən istifadə olunsun. Deməli, cavabımız C variantı. 9-da quel avantaj est lié au tourisme durable? Turizm durable-la bağlı avantaj hansıdır? Deməli, une expérience plus authentique, daha real, daha orijinal bir təcrübə yaşamaq. 10-cu sualda isə dans le texte à quelle question trouve-t-on une réponse? Bu sualların içərisindən hansı suala tekstimizdə cavab var idi? Deməli, 10-cu sualda düzgün cavabımız ikinci bölmədə göstərilmişdir. Comment les hôtels participent-ils au tourisme durable? Otellər bu turizm növündə necə iştirak edirlər? Digər suallarda isə cavab yox idi. Növbəti mətnimiz sosial şəbəkələrin gənclərin həyatına təsiri ilə bağlıdır. Yəni, son 10-cu illiklərdə sosial şəbəkələr hansı təsirləri yaradıb insanların üzərində, xüsusilə də gənclərin üzərində. Burada əsasən Instagram, TikTok və Snapchat kimi sosial şəbəkələrdən söhbət gedir və qeyd olunur ki, videolar, fotoların, videoların, şəkillərin, mesajların paylaşılmasında böyük rolu olur sosial şəbəkələrin. Həmçinin gənclərdə bəzi bacarıqların inkişaf etməsinə şərait yaradır. Məsələn, certains apprennent à monter des videos, bəziləri video çəkməyi və yaxud da artistik nümunələri yaratmağı öyrənirlər bu yollarla. Bununla belə yaxşı xüsusiyyətləri olsa da, müsbət təsirləri olsa da, cependant, cette utilisation intensive présente plusieurs risques, bəzi risklər də yaradır. Çünki ekran qarşısında keçirilən vaxt yuxusuzluq probleminə və yaxud da diqqətin mərkəzlənməsinə, diqqətin yayılmasına səbəb ola bilər. Deməli, suallarımız 11-ci suala baxaq. Düzgün cavab və yaxud da səhv cavablar haqqında
Deməli, 11.1-də les réseaux sociaux permettent aux jeunes d'exprimer leur créativité. Sosial şəbəkələr gənclərə öz yaradıcılıqlarını ifadə etməyə kömək edir, imkan yaradır. Deməli, düzgün cavabdır, A variantı. 11.2-də les réseaux sociaux empêchent complètement les jeunes d'accéder à l'actualité. Tamamilə deyir, empêcher mane olmaqda. Ona görə burada əsas feillərə fikir vermək lazımdır ki, bu feillər müsbət mənadadır, yoxsa mənfi mənadadır. Deməli, aktuallığa daxil olmağa, aktuallıqla bağlı məlumatları əldə etməyə imkan vermir. Deməli, cavabımız səhvdir, B variantı. 11.3-də les plateformes peuvent créer de la pression sociale. Platformalar deməli, ictimai təzyiq yaradır. Deməli, düzgün cavabdır, A variantı. 11.4-də isə les écoles interdisent totalement l'utilisation des réseaux sociaux. Məktəblər tamamilə interdire, qadağan edirlər sosial şəbəkələrdən istifadə. Yəni, burada belə bir məlumat yoxdur. Deməli, cavab B variantı səhvdir. Quel risque est mentionné dans le texte? Hansı risk göstərilmişdir mətndə bununla bağlı? Dezinformasyon, səhv məlumatlandırılma. Çünki orada qeyd olunurdu ki, bəzən sosial şəbəkələr gəncləri, insanları səhv məlumatlandırır və bu da bəzi negativ hallara gətirib çıxara bilir. Ona görə cavabımız C variantıdır. 13-cü sualda isə quel avantage des réseaux sociaux est cité? Hansı avantajı, üstünlüyünün adı çəkilmişdir, sadalanmışdır. Cavab Y variantı. Il permet d'apprendre de nouvelles compétences. Yeni bacarıqların öyrənilməsinə imkan yaradır. 14-cü sualda pourquoi certaines écoles organisent des ateliers? Nə üçün bəzi məktəblər atölyelər təşkil edirlər? Deməli, burada düzgün cavabımız A variantı. Tənqidi düşüncəni öyrətmək üçün, onunla bağlı məlumat vermək üçün. 15-ci sualda isə à quelle question trouve-t-on une réponse dans le texte? Yenə mətndə hansı suala cavab var idi? İkinci variant, ikinci cümlə. Comment les réseaux sociaux peuvent-ils influencer la confiance en soi? Sosial şəbəkələr özünə inama necə təsir göstərə bilər? 16 və 20-ci suallar qrammatika və söz ehtiyatı ilə bağlı olduğuna görə 16-cı sualda choisissez la phrase correcte qrammatik mövzuya aiddir. Burada gördüyümüz kimi variantlardan zaman uzlaşması bölməsidir. Və bütün variantlarda kö ilə bağlı olan cümlələr, yəni tamamlıq budaq cümləsinin uzlaşmasıdır və tamamlıq budaq cümləsinin uzlaşması ilə bağlı qaydaya əsasən bilirik ki, baş cümlədə, yəni ködən əvvəlki hissədə əgər verilən zaman feil keçmiş zamanlardan birindədirsə, yəni passé composé, passé simple, imparfait ya da plus que parfait zamanlarından birindədirsə, növbəti hissədə budaq cümlədə axtaracağımız zaman imparfait, plus que parfait və yaxud da futur dans le passé zamanlarından biri ola bilər. Deməli, bu variantlardan yalnız A bölməsində, A variantında düzgün zaman uzlaşması qeyd olunmuşdur. Yəni, A di passé composé zamanında, viendré isə futur dans le passé, keçmişdə gələcək zamanında ifadə olunmuşdur. 17-ci sualda choisissez la phrase correcte. Düzgün cavabı seçin, düzgün cümləni seçin. Burada isə cümləmiz yenə passé composé zamanında göstərilmişdir və bu zamanı keçərkən qeyd etdiyimiz kimi uzlaşma qaydasına xüsusi diqqət yetirmək lazımdır. Bilirik ki, orada özünə köməkçi avoir və yaxud da être feili ilə təsriflənən feillərin uzlaşma qaydasına əsasən être feili ilə təsriflənən feillərin partisi passé hissəsinin sonluğu, yəni feili sifət hissəsinin sonluğu cinsə və kəmiyyətə görə mübtəda ilə uzlaşır.
Lakin avarla təsrif olunan feillər isə mübtəda ilə deyil, tamamlığa görə uzlaşır və tamamlıq öndə olarsa, yəni avar feilinin önündə olarsa, bu zaman partisip passiv həmin cinsi və kəmiyyəti nəzərə alaraq sonluğu uzlaşdırmalı olur. Diqqət eləyək, bu relativ cümlələr göstərilib burada. Yəni təyin budaq cümləsinin altı nümunədir və burada bağlayıcı, yəni bağlayıcıdır. Cümləm hansı ki sualına cavab verir. Deməli, les fleurs que j'ai achetées sont belles. Mənim aldığım güllər gözəldir. Hansı güllər gözəldir? Güllər hansı ki mən almışam. Deməli, gül, les fleurs cümləmin tamamlığıdır və könün əvvəlində olan hissə cümləmin tamamlığı və avar feilindən öndə tamamlıq göstərildiyi üçün avar feil, partisip passivinin sonluğu cinsə və kəmiyyətə görə tamamlıqla uzlaşacaq. Qızıl gül qadın cinsindədir. Deməli, sonluğa partisip passivdən sonra həm ö, cəmdə olduğuna görə də s artıracaq. Deməli, burada düzgün variantımız D variantı olacaq. 18-ci sualda isə quelle phrase est passif? Passivdə olan cümlə hansıdır? Yəni, məchul növdə göstərilən cümləmizi tapırıq. Məchulda olan cümləmiz bilirik ki, être köməkçi feilinin köməyi ilə düzəlir. Bir növ burada pasiv kompozinin düzəlişinə oxşayır. Être təsrif eləyirik istənilən bir zamanda, tələb olunan zamanda üzərinə əsas feilin partisip passivini gəlirik. Burada bunun düzgün tapılması üçün nəyə diqqət eləmək lazımdır? Deməli, burada être feilinin yanına qoyulmuş partisip passiv, pasiv kompozisiya zamanında être feili ilə təsrif olunan feillərdən biri deyil, avarla təsrif olunan feillərdən biri olmalıdır və daha çox təsirli feillərdən olmalıdır. Deməli, düzgün cavab C variantında göstərilmişdir. Çünki burada həm köməkçi être feili var, digər cümlələrdə, variantlarda isə köməkçi être feili istifadə olunmayıb. Həm də burada diqqət eləsək, on était respecté 3 feilin yan-yana gəlmiş, həm də 2 partisip passivinin eyni cümlədə istifadə olunduğu yeganə variant ancaq məchul növlərdir. 19-cu sualımız komplete le diyaloq, diyaloqu tamamlama ilə bağlıdır. Burada deməli düzgün tərcüməni bilib və o tərcüməyə uyğun düzgün variantın seçilməsi tələb olunur. Vous êtes dans un magasin, siz bir mağazadasınız. Le vendeur dit, satıcı deyir, puis je vous aide. Sizə kömək edə bilərəmmi? Quelle réponse est la plus appropriée? Daha uyğun gələn cavab hansıdır bu suala? Məsələn, A variantında göstərilir ki, oui, je cherche un pull de taille M. Bəli, mən pulver axtarıram M ölçüdə. B variantı, je voudrais réserver un vol. Mən uçuş rezervasiyasını eləmək istəyirəm. Uçuşla bağlı. C variantı, je ne mange pas de viande. Ət yemirəm. Quelle est la température d'aujourd'hui? Bugün havanın temperaturu necədir? Je vais parler à votre directeur pour un emploi. Mən işlə bağlı sizin direktorla danışmaq istəyirəm. Deməli, uyğun gələn variant yalnız A variantında oldu. 20-ci sualımızda isə situasiyaya uyğun gələn cavabı seçin. Vous faites un plan avec votre ami. Siz dostunuzla plan qurursunuz. Il dit, o deyir. On se retrouve demain à 15h au café. Sabah saat 15'də kafede görüşək. Bu suala uyğun gələn cavabımız hansı olacaq? Məsələn, A variantı, je n'aime pas ton café, mən sənin kofeni sevmirəm. Je suis d'accord à demain, razıyam sabaha qədər. Où sont tes parents? Sənin valideynlərin hardadır? Je vais acheter des billets, mən bilet almaq istəyirəm. Je ne parle pas français, fransızca danışmıram. Bu suala uyğun gələn yeganə variantımız B variantında göstərilmişdir.